Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının əsas nümunələri özünə əsasən mədəniyyət və təhsil sahəsində büruzə verir və elə hər iki dövlət başçısının iştirakı ilə Daşkənddə açılışı baş tutan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet də bunun nümunələrindən biri hesab oluna bilər. Amma əsas diqqət çəkən məqamlardan biri və ən çox da qarışdırılan məsələ budur ki, düşünülür ki, yeni bir universitetin açılışı baş tutub. Əslində isə bu Özbəkistan Milli Pedaqoji Universitetidir ki, əsası 1935-ci ildə qoyulub. Yəni 1935-ci ildən fəaliyyətə başlayıb və 1947-ci ildənsə Nizami Gəncəvinin adını daşımağa başlayıb və indiki məqamda açılışı olansa həmin universitetin bir filialıdır və bu da Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrinin, strateji tərəfdaşlığın günü-gündən inkişaf etməsinin bir təzahürü hesab olunur. Eyni zamanda işğaldan azad olunan ərazilərimizdə və Füzulidə də bunun biz nişanlarını görə bilərik. Füzulidə Mirzə Ulubəy adına bir nömrəli tam orta məktəb fəaliyyət göstərir ki, onun bugün məzunlarının 20%-i həmin bu Milli Pedaqoji Universitetdə, Nizami Gəncəvi adına olan bu universitetdə onların təhsili təmin olunur və onlar orada müəyyən şəkildə təhsillərini davam etdirə bilirlər və yəni son günlərin ən çox qarışdırılan məsələlərindən biri budur. Elə buna aydınlıq gətirməyə çalışdıq.